Salam, xoş gördük sizləri. Bugünkü dərsimiz sizinlə buxarlanma və rütubətli mövzuları olacaq. Ümumiyyətlə ilk növbədə baxaq bu şəklə. Buxarlanma nədir? Buxarlanma suyun maye halından qaz halına keçməsi prosesidir. Üç cür anlayışımız var. Buxarlanma. Bu suyun maye halından buxar halına keçməsi prosesidir. Maye haldan buxar halına keçməsi. Əksinə, suyun buxar haldan, yəni qaz halından maye halına keçməsi prosesi adlanır kondensasiya. Kondensasiya prosesi. Və bir də var sublimasiya prosesi. Sublimasiya prosesi nədir? Bir dənə qeyd edeyim. Sublimasiya. Sublimasiya prosesi suyun buxar halından birbaşa bərk halına keçməsidir. Buxar haldan bərk hala keçməsidir. Təbiətdə ümumiyyətlə su üç haldadır. Maye, buxar və bərk halda olur. Maye haldan buxar hala keçməsi buxarlanma adlanır. Buxar halından maye halına keçməsi kondensasiya adlanır. Buxar halından bərk halına keçməsi isə sublimasiya prosesi adlanır. Gələk biz buxarlanmaya əsas baxaq. Mövzumuz buxarlanmadır. Buxarlanmanın intensivliyi nədən asılıdır? Havanın temperaturundan, səthi örtüyündən və küləyin sürətindən asılıdır. Buxarlanma su səthindən istiliyin təsiri ilə suyun buxarlanması prosesidir bir növ desək. Buxarlanmanın iki cür növ var. Mümkün buxarlanma var. Buna başqa cür buxarlanma qabiliyyəti deyirik. Mümkün buxarlanma. Bir də var mümkün buxarlanma. Buna başqa cür buxarlanma qabiliyyəti də deyirik. Bu qı yazıram bura buxarlanma qabiliyyəti. Bir də var buxarlanma anlayışı özü. Buxarlanmanın olması üçün bizə lazımdır temperatur plus su. Yəni havanın temperaturu da olmalıdır, su da olmalıdır ki, orada buxarlanma prosesi baş versin. Mümkün buxarlanma və yaxud da buxarlanma qabiliyyəti dediyimiz yerdə təkcə temperatur olur, su olmur. Yəni istilik var, suyu buxarlandırmaq üçün lazım olan istilik var, amma orada su olmur. Ona görə deyirik buna buxarlanma qabiliyyəti. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərq ərazinin quraqlıq dərəcəsini göstərir. Misal üçün, tropik enliklərdə buxarlanma qabiliyyəti çoxdur, buxarlanma azdır. Bunlar arasındakı fərq böyük olduğuna görə quraqlıq dərəcəsi daha çoxdur deyirik. Baxaq görək buxarlanma ilə buxarlanma qabiliyyəti ən çox haradadır, ən az haradadır. Deməli, birinci növbədə buxarlanmaya baxacağıq. Buxarlanma dedik ki, temperatur plus su asılığıdır. Yəni düşünün ki, bir dənə çaydan qoymusunuz qazın üzərinə qaynamağa. Necə qaynayır? Onun içərisindəki su qaynayır, buxarlanır da, buxarlanma baş verir. Əgər onun içərisində su olmasaydı, temperatur sadəcə olaraq onu buxarlandırmaq üçün lazım olan temperatur olacaqdı. Amma içində su yoxdur axı buxarlanma baş versin. Deməli, buxarlanma ən çox harda olacaq? Ən isti enliklərdə, tropiklərin okean sahilində olan hissələrində. Okeanların tropik olan hissələri, yəni tropik dəniz tipi deyirik. Bu okean sahilində yerləşən tropik hissələrdə buxarlanma çoxdur. Çünki temperatur da var, su da var. Buxarlanma harda azdır? Tropikin səhra hissələrində. Nəyə görə azdır burada? Çünki temperatur var, su yoxdur buxarlanmağa. Ona görə buxarlanma az olur. Onun əvəzinə mümkün buxarlanma qabiliyyəti çoxdur deyirik. Çünki temperatur burada çoxdur. Su yoxdur, temperatur var. Buxarlanma azdır. Daha doğrusu buxarlanma çoxdur okeanların tropikində, buxarlanma qabiliyyəti çoxdur tropikin səhralarında. Yəni mümkün buxarlanma. Buxarlanma azdır tropikin səhralarında və mümkün buxarlanma qabiliyyətinin az olduğu yerlər qütb səhralarıdır. Səbəb nədir? Çünki qütb səhralarında temperatur yoxdur. Nə temperatur var, nə də yağıntı olaraq su var. Ona görə deyirik ki, su var, okean səthi var, amma temperatur yoxdur deyə o suyu buxarlandırmaq üçün qüvvə yoxdur. Ona görə deyirik ki, mümkün buxarlanma qabiliyyəti ən az qütblərdədir, ən çox tropikin səhralarındadır. Temperatur var deyə. Buxarlanma ən çox okeanların tropik hissəsində, ən az isə tropikin səhralarında yayılıb. Bu xəritədə buxarlanma qabiliyyətini göstərən, mümkün buxarlanmanı göstərən, yəni buxarlanma qabiliyyətini göstərən xəritədir. Buxarlanma qabiliyyəti millimetrlə ifadə olunur. 2500 millimetrə qədər gedir. Bunların da enli üzrə dəyişməsi necədir buxarlanma qabiliyyətinin? Ekvator boyu ərazilərdə, bura E yazacağım sadəcə olaraq qısa-qısa olsun. Ekvator boyu ərazilərdə buxarlanma qabiliyyətinin illik kəmiyyəti 1500 millimetrdir. 1500 millimetr. Daha sonra tropik enliklərdə illik buxarlanma kəmiyyəti 2000 millimetrdir. Buxarlanma qabiliyyəti 2000 millimetrdir. Daha sonra gəlir mülayim enliklərdə 500-800 millimetrdir. İllik buxarlanma qabiliyyətimiz. Və qütb enliklərində
illik buxarlama qabiliyyəti 100 millimetr və ondan da az olur. Çünki orada temperatur olmur. Səbəbi buradan irəli gəlir. Bu buxarlanma mövzusuna aid olan hissə idi. Keçdik rütubətə. Rütubətli ümumiyyətlə iki cür olur. Mütləq rütubətliyi var, nisbi rütubətliyi var. Rütubətli, yəni havada daima su buxar olur. Bu onun rütubətliyini göstərir. Mütləq rütubətlik nədir? 1 kubmetr havada olan su buxarının qramlarla miqdarı. Yəni faktiki bu havada olan su miqdarı nə qədərdirsə, ona deyirik mütləq rütubətlik havanın. Mütləq rütubətlik hava nə qədər temperaturu çox olarsa, onun özündə su saxlama qabiliyyəti o qədər çox olur. Misal üçün, baxırıq, -20 dərəcə Selsi temperatur özündə 1 qram cəmi su buxarı saxlaya bilir. 1 qramdan artıq oldu ki, yağış yağacaq. -10 dərəcə Selsi 2,5 qram su buxarında doyur. 2,5 qramdan çox olduqca hava doyur, artıq yağıntı verir. 0 dərəcə Selsi 5 qram, 10 dərəcə, müsbət 10 dərəcə Selsi 9 qram, müsbət 20 dərəcə Selsi 17 qram, müsbət 30 dərəcə Selsi hava isə 30 qram su buxarı saxlayır. Buradan baxsaq görərik ki, temperatur artdıqca havada su buxarının saxlama qabiliyyəti də artır. Yəni su buxarının miqdarı da artır. Məsələn, 30 dərəcə Selsidə 30 qramdırsa, 0 dərəcə Selsidə 5 qram idi. Havadakı su buxarının miqdarı da artır. Yəni isti havanın doyması üçün daha çox su buxarı tələb olunur. Bu deməkdir qayda olaraq. Bir də var nisbi rütubətlik anlayışı. Nisbi rütubətlik havada olan faktiki su buxarının miqdarı. Məsələn, faktiki burada 5 qram olmalı idi, amma var faktiki 4 qram su buxarı. Bax bu faktiki su buxarının miqdarını havanın doyması üçün lazım olan miqdara nisbətinə nisbi rütubətlik deyilir və faizlə ifadə olunur əsasən. Misal üçün, deyirik ki, müsbət 30 dərəcə Selsi temperatur, müsbət 20 dərəcə Selsi temperaturda havada 15 qram su buxarı var. Nisbi rütubətliyi təyin edin. Biz bilirik ki, müsbət 20 dərəcə Selsi temperaturda havada 17 qram su buxarı olmalıdır. Biz də hər zaman tam hissəmizi 100% götürürük. 17 qrama yazırıq 100%, amma faktiki bizdə nə qədərdir? 15 qram. 15 qramımız neçə faiz olar? Nisbi rütubətlik bax bu hissədir. 15 qramımız x faizdir. Buradan da 15-i 100-ə vurub 17-yə bölərik. Alınan cavab bizim nisbi rütubətliyimizi verər. Bu şəkildə nisbi rütubətliyi təyin edirik. Havanın nisbi rütubətliyini təyin edən cihaz hiqrometr və psixometr cihazlardır. İki dənə cihaz vasitəsilə təyin edirik rütubəti. Psixometr və hiqrometr. Bir də bayaqları onu demədim ki, eyni buxarlanma qabiliyyətinə malik olan nöqtələri birləşdirən xəttlər izoqaminlər adlanır. İzoqamin. Eyni yağıntıya malik olan nöqtələri birləşdirən xəttlər isə izoqiyetlər adlanır. İzoqiyet. Yağıntını ölçən cihazda adlanır pluviometr. Pluviometr və yaxud da yağış ölçən cihaz deyirik. Bunlar havada rütubətin miqdarını ölçür. Deməli, hiqrometr və psixometr havada yağıntının miqdarını ölçür. Pluviometr və yağış ölçən cihazları. Daha sonra gəldik rütubətlənmə əmsalı anlayışı. Rütubətlənmə əmsalı nədir? Ərazinin rütubətliyini müəyyən etmək üçün biz rütubətlənmə əmsalından istifadə edirik. Rütubətlənmə əmsalı illik yağıntının miqdarının mümkün buxarlanmaya nisbətidir. Düsturumuz budur. Yağıntının miqdarı mümkün buxarlanmaya nisbətidir. Buxarlanma əgər qabiliyyətini istəsəydi, yəni mümkün buxarlanmanı tapmaq istəsəydi, buxarlanma qabiliyyətinin düsturu yağıntı bölünsün rütubətlənmə əmsalı olacaqdı. Düsturdan çıxaracaqdıq. Rütubəti kifayət qədər deməli, bunlar rütubətlənmə misalı bir-birinə böləndə, əgər vahiddən böyük nəticə alsa, ərazi ifrat rütubətlənmiş hesab olunacaq. Enliklər üzrə, təbii zonalar üzrə ifrat rütubətlənmiş ərazilərə uyğun gəlir. Ekvatorial meşələr təbii zonası, tayqa, tundra təbii zonalara uyğun gəlir. Normal rütubətlənən zonalar, bir də qarışıq və enliyarpaqlı meşələrdə vahiddən yuxarıdır. Normal rütubətlənməyə malik olan hissələr savannalar və cöd-yarpaqlı meşə və kolluqlar təbii zonasıdır. Rütubətlənmə misalı 0,8-dən 1-ə qədər olur. Rütubət çatışmazlığı dedikdə 0,3-dən 0,6-ya qədər olan çöllər, amma çöllər ən əlverişli təbii zonadır, daha çox taxıl əkinləri üçün yararlıdır və daha çox antropogen təsirə məruz qalan təbii zona hesab olunur. Daha sonra rütubət çatışmazlığı 0,3-dən 0,1-ə qədər olan yarım səhralar və 0,1-dən aşağı olan səhralar aid olur. Rütubətlənmə misalı əgər vahiddən yuxarıdırsa, həmin ərazi humid iqlim adlanır, yəni rütubətli iqlim. Əgər rütubətlənmə misalı vahiddən kiçik olsa, humid, yəni vahiddən yuxarı olan.
birdən yuxarı olmalıdır rütubətləmə misalı. Əgər rütubətləmə misalı birdən kiçik olarsa, həmin ərazi arid iqlim adlanır. Yəni quraq iqlim şəraiti mövcud olur bu ərazilərdə. Bugünkü dərsimizdə bu qədər idi. Havanın rütubətliyi ilə bağlı olan dərsimiz idi. Buxarlama və rütubətlik.